Kanalda əvvəlcədən də bildirdiyimiz kimi 2025-ci ilin yaz və yay aylarında Qafqazın Cənubi Azərbaycan ərazisində hava şəraitindəki dəyişikliklərin əvvəlki illərin müqayisədə daha tez-tez baş verməsi gözlənilir. Bu dəyişikliklər digər bir yandan havanın temperaturundakı kəskin tərəddüdlərlə müşahidə edilə bilər. Xüsusən də havanın temperaturunun ayrı günlərdə 35, 40, 45 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Bu da topa yağış buludlarının güclü inkişafına səbəb ola bilər və sonraki günlərdə isə topa yağış buludlarının formalaşdığı dövrlərdə hava şəraitində kəskin dəyişiklik gözlənilə bilər. Nəticədə bu da iri dənəli dolu yağışlara səbəb olması gözlənilir. Düşən leysan yağışlarının, yəni qısa müddət ərzində əraziyə çox güclü, şiddətli və ekstremal dərəcədə bir miqdarda, yəni çoxillik iqlim göstəricilərindən, çoxillik iqlim miqdarından əraziyə qısa müddət ərzində daha da güclü bir yağıntılar düşə bilər ki, bu da daşqının miqyasını artıra bilər, sel hadisələrində artım gözlənilir və çaylardakı gürsulluğun 2025-ci il ərzində əvvəlki illərin müqayisədə 4-5 dəfə artması gözlənilir. Xüsusilə də 2025-ci ilin payız dövründə iqlim dəyişikliyi nəticəsində Xəzər dənizinə yaxınlanan şərq rayonlarında, Bakı, Abşeron, Sumqayıt ərazisində leysan yağışlarının davamiyyətinin və intensivliyinin kəskin artması gözlənilir. Xüsusilə də 2025-ci ilin oktyabr ayında Azərbaycan ərazisində kəskin hava şəraiti olan günlərin sayında artım gözlənilir. Bu da xüsusilə də Qərbi Sibirdəki soyuq antisiklonik bloklanmanın 2025-ci ilin oktyabr ayında əvvəlki dövrlərlə müqayisədə daha tez baş verməsi gözlənilir. Nəticədə qış fəslinin bir qədər Cənubi Qafqaz ərazisindən vaxtından əvvəl gəlməsi riski var. Bu proses nəticəsində Xəzər dənizindəki dəniz suyu temperaturlarının da kəskin yüksəlməsi artıq gözlənilir iyul, avqust və sentyabr aylarında və oktyabr ayında hava şəraitinin birdən-birə güclü soyunması riski var. Bu proses nəticəsində güclü leysan yağışlarının yağması gözlənilir. Xüsusilə də Xəzər dənizinin yaxınlanan şərq rayonlarında, Böyük Qafqazın şimal-şərqində və Bakı, Abşeron, Sumqayıt ərazisində, Quba, Qusar, Xasmaz, Şabran, Siyəzən, Xızar ərazilərindəki yanğınların əvvəlki dövrlərlə müqayisədə 4-6 dəfə qədər artması gözlənilir. Bakı, Abşeron, Sumqayıt ərazisindəki illik yanğının miqdarının çoxillik göstərici 250-300 mm-dir illik yağıntı. Bu yağıntıların 750-800 mm-ə qədər artması ehtimalı var. Yəni, proses nəticəsində əraziyə qısa müddət ərzində güclü yağışların yağması gözlənilir ki, bu da Bakı, Abşeron, Sumqayıt ərazisindəki əvvəlki dövrlərdə, yəni 50-70 il bundan əvvəlki dövrlərdə su basmaya məruz qalmış ərazilərdə yenidən su basma hadisələrinin təkrarlanması gözlənilir. Bu barədə yenilənmiş məlumatları kanalda yayımlanacaq.